Misal elə gətirək Lalə Məmmədov. Mən neçə illərdir onunla bərabər çalışıram. Birdən-birə Lalə Məmmədovanı bu formaya gətirməmişik. Siz baxsanız, mən Lalə Məmmədovanın saçını kəsdirəndən, çünki oxşarlıq, obraz dəyişikliyi, yəni ki, çox oxşarlıq olduğuna görə zaman o da yaxşı ki, məni qəbul edirdi. Ondan qabaq da onun layihələrində çalışmışdım. Bir çox kliplərində işləmişəm, fotosessiyalar və birdən-birə bir gün dedim ki, Lalə xanım, bəlkə saçınızı qısa formada kəsək. O dedi ki, əgər məndə bunu görürsənsə elə. Çox rahat şəkildə biz artıq dəyişimlərə başladıq. Ondan sonra layihələr eləməyə başladıq. Artıq prodüser kimi deməyim də, layihə rəhbəri kimi bu layihəni elə, bu mahnıları, bunu və birdən-birə Lalə Məmmədova dəyişdim. Bir çox insanlar tənqid eləyə bilər. Deyə bilərlər ki, Elnurla işlədi, açıq-saçıq elədi, Elnurla işlədi, saçını dəyişdirdi, əməliyyat elədi, o, bu. Onsuz da o kommentlər hər zaman gələcək. Çünki mən onun köhnə zamandakı şəkillərini də altına baxanda həmişə yazırdılar. Bu nə saçdı, bu nə formadı, bu nə geyimdi, bu nə tərzi. Belə bir misal var ya, yəni ki, biraz loru dildə. Abırlı da geyinəndə səni deyirlər ki, sən bu səhnəyə yaraşmırsan, zövqsüzsən. Fərqli də geyinəndə deyirlər ki, buna bax, açıq-saçıq geyindi. Ona görə də insanları heç nə ilə qane etmək olmur. Ona görə də bir şeyi edəndə, bir şeydən riskli olmalısan, özgüvənli olmalısan, hər şeyi bağlamalısan. İnsanlara zərər vermədən öz yolundan getsən, hər zaman qabağa gedəcəksən.